səhv müalicələr və s. ilə olan pasiyentlər adətən mənə gəlir. Yəni hər yeri gəziblər, endokrinoloq olub, öz kolleqalarımda, amma nədən deməyim ki, ad söyləmirəm zaten. Çünki mən buradan mesajımız o olsun ki, baxın, diyetanı bu qədər doğrudan da xəfifə almazlar. Hər kəs düşünür ki, köklük səbəbini tapıb, bir-iki dənə analiz veriblər və hər kəs ağızdan düşmə, əzbər bildikləri diyetanı verməklə pasiyentimizin, bu pasiyentin hekayəsində hər şey var. Analiz də var, müalicə var, analizlərdə hər şey yoxlanır əslində. Amma indi pasiyent yönləndirdiyi aparatla ölçümə və analizlərinə, növbəti yeni analizlər verir təbii ki. Və pasiyent özü deyəcək, çünki istəyirəm eşidilsin o cümləsi də ki, dedi, bütün bu müalicəni keçən il, yəni 24-cü ildə olub, 12-ci ayda, ondan bura 7 kiloda artıq kilosu çoxalıb. Yəni, düşünün, analizlər verilib, hər kəsin ağlına gələn bir-iki insulin direncini və s. yoxlama artıq hamı bilir ki, bəlkə kökəldə bu da verilir, hə? Verilib analiz, müalicə də yazılıb endokrinoloq tərəfindən. Bəs necə oldu ki, pasiyent sonradan elə problem həll olmadı, iştahını kəsən bütün dərmanlar yazılıb reseptə, bu reseptə var, yəni. Devam edək, bizim InBody aparatla ölçüm cavabımız gəldi bu planetadan. Burada nə görürük biz, sizə deyim, əyləşin rahat. Biz bədənin artıq yağ faizini, əzilə faizini və su faizini görürük. Buradakı rəqəmlərdə sizə yağ, təbii ki, biz ölçəndə də bel xəttimiz zaten 110 bel idi, 150 qarın idi. Həmin nisbətdə eyni zamanda aparatımız da bizə oxşar cavab verir ki, yağ faizi həddən artıq çoxdur. Kas isə ümumidə də belə göstərir ki, azdır. Mən bu rəqəmları sonra deyəcəm. Burada az öncə, baxın, belə bir cavablardır, bunu sizə sonra danışacağım. Siz, ümumiyyətlə, nə dediniz? Bir il bundan qabaq aldığınız analizlər vermişsiniz və müalicə almışsınız. Nə baş verdi? Müalicədən sonra çəkimi daha da artmasına şahid oldum. Neçə kilo? 7-8 kilo. Bunu az önce mən demişdim, bəli, ki istədin özünüzdən işlədin. 7-8 kilo artıb. Əslində müalicə pis verilməyib. Analizlərdə eşidilən tipik nə kökəldə bilər, o analizlər verilib, yəni, biləsiniz. Amma indi düşünürsünüz də, siz də düşünürsünüz ki, nə oldu ki, bəs müalicə gəlir? Çünki individuallıq nəzərə alınmayıb. Hər pasiyentin, mən bir yarım saat sizlə analiz toplayıram, getdiniz ölçümə, gəldiniz. Hər pasiyentin individual kökəldən səbəbi var. Onun fiziologiyasını çox tanımaq üçün ona görə mən bu qədər var.